Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı xəbərlər var. Transfer xəbərləri ilə yanaşı milli komandamızın baş məşqçisinin müqaviləsinin detalları bəlli olub. Eyni zamanda Avro 2024 start götürür. Qarabağda 2 milyonluq futbolcu. Bütün bu başlıqlarla dərc olunan xəbərləri sizin nəzərinizə çatdıracağıq. Sona qədər izləsəz bütün bunlardan xəbərdar olacaqsınız. Mən isə xəbərlərə keçid alım. İzləyicilər, transfer xəbərlərinə keçməzdən öncə Avro 2024 barəsində qısa bir məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. Almaniyada futbol bayramına start verilir. Sabah Avropada böyük futbol bayramına start veriləcək. Köhnə qitənin 24 ən güclü komandası Almaniyada keçiriləcək 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-nə dək davam edəcək Avro 2024-ün maçları 10 şəhərdəki 10 stadionda baş tutacaq. İştirakçılar yarışa qrup mərhələsi ilə başlayacaq. 24 komanda 6 qrupda 8-də 1 finala vəsiqələr üçün yarışacaqlar. Azərbaycan millisinin vəsiqə qazanmadığı çempionatda qardaş Türkiyə yığmasıyla mübarizə aparacaq. Ayulduzlar favoritlər sırasında olmasa da mümkün qədər irəliləməyə çalışacaqlar. Son çempion İtaliya və finalçı İngiltərə yenə ən güclü adına namizədlər siyahısındadır. Favoritlər arasında Fransa, İspaniya, Almaniya milliləri də yer alıb. Belçika və Portuqaliya, eyni zamanda Xorvatiyada hesabdan silinəcək milli komandalar deyil. İki komanda ilk dəfə final mərhələsinə qatılacaq. Bunlar Serbiya və Gürcistan milliləridir. Düzdür, Balkanlar Yugoslaviyanın, qonşularımız isə SSR və MDB-nin tərkibində bu həyəcanı yaşayıb. Lakin hər iki komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. İndi isə transfer xəbərlərinə keçid alaq. İlk öncə sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Ayxan Abbasov, Turan Tovuzun keçmiş baş məşqçisinin yeni iş yeri artıq bəlli olub. O Şamaxı komandasına rəhbərlik edəcək. Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq Şamaxıda yeni baş məşqçi təyinatı rəsmiləşib. Bu vəzifəyə Ayxan Abbasov gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. Ötən gün Ayxan Abbasov açıqlamasında Şamaxı ilə müqavilə imzaladıqlarını təsdiqləmişdi. Qeyd edək ki, Ayxan Abbasovun son iş yeri bu yay ayrıldığı Turan Tovuz olub. Qeyd edim ki, aldığımız məlumata görə Ayxan Abbasovla hələ ki 1 illik müqavilə imzalanıb. Sumqayıt daha bir futbolçusu ilə yollarını ayırıb. Klubdan verilən məlumata görə Gənclik şəhəri təmsilçisi Oktavia Manteka ilə vidalaşıb. Mövsümün əvvəlində Bolqarıstanın Mərkəzi Ordu İdman klubundan icarəyə götürülən 30 yaşlı yarım müdafiəçinin müqavilə müddəti başa çatıb. Onunla yeni anlaşmaya ehtiyac duyulmayıb. Qarabağın iki futbolçusu daha bir il zirədə. Zirə Qarabağdan icarəyə götürdüyü İsmail İbrahimli və Rüstəm Əhmədzadə ilə müqaviləsini uzadıb. Bu barədə klubun saiti məlumat yayıb. 26 yaşlı yarım müdafiəçi və 23 yaşlı hücumçu daha bir il icarəyə götürülüb. Futbolçular növbəti mövsümün sonuna qədər zirədə çıxış edəcəklər. Qeyd edək ki, Rüstəm 2022-ci ilin yayından, İsmail isə 2023-cü ilin yayından paytaxt təmsilçisində oynayır. Qarabağ komandası Luka Qaşaşvili ilə yollara ayırıb. Amma bu ayrılıq bir ay sonra ictimaiyyətə rəsmi şəkildə təqdim olunacaq. Qarabağ komandası isə daha bir qapıçının transferinə yaxındır. Yaxın günlərdə bu qapıçının adına da aydınlıq gələcək. 2 milyon avroluq hücumçu Qarabağda. Bu başlıqda kütləvi informasiya vasitələrində məlumatlar paylaşılır. Bunu da sizin nəzərinizə çatdıraq. Transfermarket portalı Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçuların siyahısını yeniləyib. Siyahıya dəyəri 2 dəfə artan 2 milyon avro olan Qarabağın Braziliyalı hücumçusu Olivio Juninho başçılıq edir. Qiyməti 1,5 milyon avroya yüksələn Ağdam klubunun yarım müdafiəçisi Leandro Andrade ikinci sırada qərarlaşıb. Üçüncü və dördüncü pillələri 1,2 milyon avro dəyərdə Qarabağdan Nəriman Axundzadə və Yasin Benziya bölüşdürür. Neftçidə çıxış edən 29 yaşlı yarım müdafiəçi Yuri Matyasın qiyməti dəyişməz qalıb, 1,2 milyon. Azərbaycan Premyer Liqasında sonrakı pillələri müvafiq olaraq Toral Bayramov 1 milyon avro, Qismət Əliyev 900 min avro, Emin Mahmudov 900 min avro, Aleksey İsayev 850 min avro olmaqla
tuturlar. Belə, dəyərli dostlar, Transfermarkt saytı da qiymətlərdə təbii ki, dəyişiklik elədi. Qarabağın son mövsümdə göstərdiyi oyun, Avrokuboklardakı möhtəşəm oyunlar təbii ki, Qarabağ futbolçularının dəyərini yüksəldi və elə siyahıya da baxanda 10 futbolçunun 6-sı məhz Qarabağın futbolçusudur. Bu da gözləniləndir, təbiidir. Azərbaycan çempionu Qarabağ komandasının hədəfində olan Ukraynalı yarım müdafiəçi Aleksey Kaşuk azad agent statusu qazanmaq üzrədir. O, Şaxtyor komandası ilə müqavilə müddətini uzatmaqdan imtina edib. Qeyd edim ki, onun Şaxtyorla müqavilə müddəti iyun ayının sonunda başa çatır. İyul ayının 1-dən etibarən isə azad agent statusu daşıyacaq. Azərbaycanda Neftçi və Qarabağ komandası ilə adı halanan futbolçu Azərbaycan çempionatına yad futbolçu deyil. Belə ki, o icarə əsasında Sabah komandasının heyətində çıxış edib və həmin mövsüm Azərbaycan çempionatının ən yaxşı futbolçusu seçilib. Aldığımız məlumata görə Qarabağ komandası futbolçunun artıq saqqızını oğurlayıb və onun iyul ayında Qarabağın düşərgəsinə qoşulacağı gözlənilir. Qarabağın keçmiş qapıçı Andrey Luniyev Dinamo Moskva ilə müqavilə bağlayıb. 2+1 şərti ilə bağlanılan müqavilə Andrey Luniyevə kifayət qədər pul qazandıracaq. Ən azı Qarabağdakından 4-5 dəfə daha çox maaş alacaq. Nə deyək? Xeyirli olsun. Son bir xəbər də sizin nəzərinizə çatdırım. Deməli, Argentinalı futbolçu Lionel Messi gələcəkdə məşqçi kimi çalışacaqmı? Bu suala özü cavab verib. O bildirib ki, əvvəllər də bildirmişəm, məşqçi kimi çalışmayacağam. Bu mənim heç xoşuma gəlmir. Mən meydan adamıyam. Bəli, bax bu da sonuncu xəbərimizdir, dəyərli dostlar. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutmağı unutmayın.